Herkes salam, bugün kükürt alınması xəstələri bölməsinin testlərini izah edəcəm. Video başlamazdan əvvəl kanala abunə olsanız, video like atsanız sevinərəm. Çünki bu mənim üçün çox önəmlidir. Deməli, o zaman başlayaq testlərimizi izah eləməyə. Birinci deyir sualda hansı xəstə kristallik kükürdə aid deyil. Tamam mı? Hansı xəstə kristallik kükürdə aid deyil. Deyir ki, asan əriməsi, bəli, çünki kükürt biz bilirik ki, nədir? Qeyri metaldır, düzdürmü? Qeyri metallar da asan əriməyə malikdirlər. Asan əriyir, bəli, asan əriyir. Deyir, sarı rəngdədir, bəli, kükürt uşaqlar sarı rəngdə olur. Zəif istilik keçiriciliyə malikdir, bəli, asan və zəif istilik keçiriciyə malikdir. Qeyri-metallar. Yüksək elektrik keçirici, bax bu səhvdir, çünki bu metallara aiddir. Suda həll olunması, bəli, suda həll olunur kükürt. Sonra keçirik ikinci suala. İndi isə deyir ki, nə doğrudur? Biz bu səfər doğrunu seçməliyik. Yüksək elektrik keçiriciyə malikdir, bəli, düzdür. Üzrü sayın bizdən doğrunu soruşur. Aha, yüksək elektrik keçiriciyə malik deyil. Çünki yüksək elektrik keçiriciyə malik metallardır. Bizdən isə kükürt qeyri-metaldır. Molekulyar quruluşa malikdirmi? Bəli, kristallik kükürt molekulyardır. Elə bu variant düzdür. Yüksək istilik keçiriciyə malikdir. Xeyr, yüksək elektrik və istilik keçirici metallara aiddir. Çətin əriyəndirmi? Xeyr, çətin əriyən deyil, asan əriyir. Suda həll olunmu? Xeyr, suda həll olmur. Üçüncü sual. Kristallik kükürt və ozonun bir molekulda olan atomlarının sayıları cəmisidir. Uşaqlar, kristallik kükürt necə yazılır? S8, düzdür. Ozon necə yazılır? O3. Atomların cəmi 8 ilə 3'ü toplayırıq, eləyir 11. Cavabımız C variantı. Kükürt hansı maddələ reaksiya daxil olmur? Uşaqlar, kükürt yodla reaksiya daxil olmur. Kükürtlə yod reaksiya girmir. Amma kalsiumla girir. Kalsium S, xlorla girər. Fosforla girir. Civə ilə daxil olur. Ancaq yodla kükürt daxil olmur. Kükürt üstə gələk. Yod reaksiya getmir uşaqlar. Baxırıq 6-cı suala, 5-ci suala. Deyir, tibdə məlhəmlərin hazırlanmasında istifadə olunan və elektrik cəryanını keçirməyən sarı rəngli maddə. Deməli, baxın, bu kükürtdür. Tamam mı? Tibdə istifadə olunur. Məsələn, kükürt mazı deyirik uşaqlar. Deməli, kükürt həm tibdə məlhəmlərin hazırlanmasında istifadə olunur, həm elektrik cəryanını keçirmir, həm də sarı rəngli. Baxın, burada biz bir neçə fiziki xassəsini öyrəndik. Tibdə məlhəmlərin hazırlanması dedik, axı, kükürt mazı, düzdürmü? Sonra dedik ki, qeyri-metalda elektrik cəryanı və istilik keçirmir, həmçinin sarı rəngdədir. Bunlar hamısı kükürdün xəstələridir, kükürdə aiddir. Eyni şəkildə 6-cı sualda, baxın, tibdə məlhəmlərin hazırlanmasına istifadə olunur, istiliyi də pis keçirir və sarı rəngdədir. Bu da yenə aid oldu bizə, nə? Kükürdün xəstələrinə. Cavabımız dedi kükürt Y variantı. 7-ci sualdır. Deyir, gübrə istehsalında və kibrit istehsalında. Aha, deməli, gübrə istehsalında uşaqlar biz NH3-dən istifadə edirik. Həmçinin H2SO4-dən də istifadə edirik. Baxın, NH3. Gübrə istehsalında NH3-dən istifadə olunur. Kibrit istehsalında isə kükürtdən. Deməli, cavabımız elədi Y variantı. Gübrə istehsalında NH3, kibrit istehsalında kükürt. Sonra gəldik 8-ə. Gübrə istehsalında dedik, yaxı NH3, H2SO4. Burada H2SO4'ü görürük. Kibrit istehsalında isə kükürtdən istifadə olunur. Deməli, H2SO4 oldu gübrə istehsalı. Kibrit də oldu. Kibrit istehsalında oldu kükürt. Cavabımız delədi B variantı. Baxaq növbəti suallara. Baxırıq 9-cu suala. Deyir, hansı reaksiyalar adi şəraitdə gedir? Birinci reaksiyamızda kükürtlə klor gedib, ikincidə kükürt florla gedib, üçüncüdə kükürt dəmirlə gedib və bizdən isə adi şəraitdə olmasını istəyir. Düzdürmü? Uşaqlar, adi şərait flordur. Bunlar hamısı gedəcək reaksiya. Amma adi şəraitdə florla gedir. Tamam mı? Yalnız 2C variant. Deməli, kükürtlə
Flor nə oldu? Adi şərait oldu. Adi şəraitdə. Baxırıq 10-cu suala. Deyir ki, hansı reaksiyalar getmir? Biz dedik kükürdlə yod reaksiya getmir. Bayaq qeyd elədik. Yalnız 3 olacaq. Cavabımız 10-cu sualda B variantı. 11-ə baxırıq. Hansı maddə kauçukun vulkanlaşdırılmasında istifadə olunur? Yenə kükürt. Baxın, bu da bir digər kükürdün xassəsi ki, kauçukun vulkanlaşdırılmasında istifadə olunur. Kibrit istehsalında, bunu da bayaq dedik axı, kükürt kibrit istehsalında istifadə olunur. 12-ci sualda cavab oldu A variantı. 13. Kükürtdən sənaye tətbiqinə aid etmək olmaz. Aha. Baxırıq sənayedə. Şöyle sənayedə o zaman biz istifadə eləyərik ki, bu təbiətdə sərbəst halda olmasın. Biz bunu ancaq sənayedə tətbiqdə alaq. Baxın, burada biz görürük pirit. Pirit təbiətdə sərbəst şəkildə var. Dəmir S2-dir pirit, belə yazılır. Dəmir S2. Pirit təbiətdə sərbəst şəkildə var deyə, tapılır deyə sənayedə alınmağına ehtiyac yoxdur. Sənayedə yəni istifadə tətbiq alınmır. 14-də deyir ki, yenə olmaz. Burada da cavabımız G variantı, dəmir kolçedanında həmçinin təbiətdə sərbəst şəkildə var. 15-ci suala gəlin baxaq. Deyir ki, kükürtlə flor, düzdürmü? 320 qram kükürtlə maksimum neçə litr flor reaksiya daxil olur. Maksimum neçə litr flor daxil olar. Deməli, kükürdün üzərinə gəlirik biz flor 2-ni, düzdürmü? Bu zaman alınır bizdə S, flor 6. Əmsallaşdırsaq uşaqlar. Bura 1, 3 düşür. Əmsal uyğun, düzgün oldu. Deyir 320 qram. Kükürdün başına yazırıq 320. Girəndə neçə litr flor? Florda x litr yazıram. Reaksiyanın üstünə kükürt 32 qramdır. Burada isə 3 vuraq 22, onda 4 qədərdir. Çünki litrlə soruşur. Buradan da x eləyir uşaqlar. Deməli 672 litr. 672 litr. O da cavabımız hansı variant oldu? A variantı oldu. Bu 15-ci sual idi. Baxırıq 16-cı sual. 16-cı suala deyir ki, yenə həmin reaksiyadır. Deyir 134,4 litr florla maksimum 2 qram kükürt. Yenə 134 və yuxarıdakı reaksiyanı yazacağım. 134,4 litr flor. Düzdürmü? Florla neçə qram kükürt? X qram kükürt. X qram S. Yaxşı, bəs reaksiyada flor nə qədərdir? 3 vuraq 22, onda 4. Düzdürmü? 3 vuraq 22, onda 4 litr olanda isə kükürdüm nə qədərdir? 32 qram. Buradan da deməli cavabımız eləyir 64. Cavab elədik B variantı. Baxırıq 17-ci suala. 17-də isə kükürdün oksigenini soruşur bizdən, düzdürmü? Kükürdün üzərinə gəlir həmən oksigen alınır SO2 qazı. Düzdürmü? SO2 qazı. Əmsallaşdıraq. Əmsallaşdıranda hamısı qabağına 1 düşür. Deməli, ona görə yazmağa ehtiyac yoxdur. İndir 67, onda kildir oksigen. Oksigen başına yazırıq 67, onda 2. Düzdürmü? 67, onda deyir oksigen neçə qram kükürtlə deyir? X qram kükürtlə. Reaksiyada isə 22, onda 4 litr oksigen 32 qram kükürtləndir. Deməli, buradan da cavabımız eləyir 96. 96 cavab variantdadır, C variantındadır. Baxaq 18-ci suala. Deyir 320 qram kükürdün, yenə həmin sualdır, yenə kükürdün oksigendir. İndi yazırıq 320 qram kükürt, yəni S. Neçə litr oksigen sərf olunur? X litr. Reaksiyada kükürdümüz baxın 32 qramdır. 32 qram isə nə qədərdir? Oksigen litri. 23, onda 4 litr.
22, onda 4 litr. Buradan da deməli cavabımız eləyir 224. 224 də hansı cavabdadır? D variantındadır. Baxırıq 19-cu suala. Deyir 16 qram kükürt neçə qram alüminiumla reaksiya daxil olar? Alüminiumla kükürdün reaksiyasını yazaq. Alüminiumun üzərinə gəlirik kükürt. Düzdürmü? Alınır. Alüminium 3 valentlidir. Kükürt də burada 2 valentli olur. Alüminium 2 S3. Alüminium qabağına düşür 2. Kükürdün qabağına düşür 3. Düzdürmü? İndi deyir 16 qram kükürt. Kükürdün başına yazdıq 16 qram. Neçə qram alüminiumdan x qram alüminium. Reaksiyadakı kükürdün. Reaksiyadakı kükürdümüz 96 qramdır. 96 qram kükürddə isə alüminium nə qədərdir? 54. 2 vuraq 27, 54 edir. Buradan da x eləyir deməli 9. Cavabımız elədi 9. 20-ci suala baxırıq. Bu səfər də biz kükürdü fosforla reaksiyasına aparırıq. Kükürdün üzərinə gəlirik deməli fosfor alınır buradan P2S5. Əmsallaşdıranda burada 5 dənə kükürt var. Ona görə 5 kükürdü buraya yazıram. Burada 2 dənə fosfor var. Ona görə 2-ni də buraya yazıram. Deyir ki 80 qram kükürt. Kükürddə yazıram 80 qram. Gəlin qırmızı ilə işarə eləyə qarışmaz. Aha. Kükürdün başına yazdım 80 qram. Düzdürmü? Deyir neçə qram P2S5 alınır? Bilmirəm nə qədər P2S5 alınır. Amma burada kükürdüm 5 mi oldu? Yəni 5 vuraq 32 qədərdir. Baxın. 5 vuraq 32 qədər kükürddə isə nə qədər P2S5'dir? P2S5'in emerini toplasaq uşaqlar 2 fosfor, yəni 2 vuraq 31 üstünə gəlirsiniz. 5 vuraq 32 edilir 222. Burada isə x'imiz eləyir 111. Cavabımız da elədir C variantı. Aha. Baxaq 21-ci suala. 21-də bu gördüyünüz uşaqlar kristallikdir. Baxın bunun başına yazıram. Kristallik. Bu şəkil kristallikin şəklidir. Kristallik kükürtdür, bir düzdür. Plastikdir, xeyr. Natron və kalium iştiraklı reaksiya girir. Bəli, amma suda həll olmur. Ona görə cavabımız da elədi 1 və 3, yəni D variantı. İkinci sualda bu plastik kükürtdür. Ona görə 2 düzdür. İstili yaxşı keçirir dedik. Axı kükürt qeyri-metal, qeyri-metallarda istiliyi və elektriyi pis keçirirlər. Amma C və flordan adi şəraitdə reaksiya daxil olur. Cavabımız dedi 2 ilə 3 A variantı. 22-də oldu A variantı. 23-də karbon və kükürt üçün ümumi olan nədir? Deməli, karbon da, kükürt də hər ikisi bərk haldadır. Ona görə aqreqat halları eynidir. Oksigenlə reaksiya daxil olmaları, bəli, ikisi də oksigenlə reaksiya daxil olur. CO2 və SO2 alınır. Amma xlorla reaksiya daxil olmur. Niyə? Çünki kükürt xlorla daxil olur, amma karbon xlor 2 ilə reaksiya getmir. Ona görə cavabımız elədi 1, 2 və Y variantı. 23-də cavab oldu Y variantı. Baxırıq 24-cü suala. Deməli, baxaq 24-də. Deyir, hansı hallarda kükürt atomunun valent elektronunun orbitallar üzrə paylanması doğrudur? Kükürt necədir? Baxın uşaqlar, burada qeyd edilir. Kükürt 16-dır. Siz bunu əgər paylasaz, kükürt 16-nı paylasaz, yazırsınız ki 3s2 3p4, tamam mı? 3s2 3p4. Bunu həyəcanlandırsaq, olar burada 3t0 boş var axı. Baxın 3t0. Biz bunu əgər həyəcanlandırsaq 3s2 olar. Gözürsən 3s1 yazdım bura.
Onlar 3s2, 3p3, 4 idi, 3 oldu. Birini verdik, D. 3D1. İndi baxın. Bu birinci doğrudur. Niye? Çünkü normal halını yazıb. S'in ikisi də doldu. Burada 3'ünü doldurub. Sonra da bunu doldurup. Düzdürmü? 3p4'dür axı. Baxın 3p4'dür. Bu da 3s2'dir. Burada hələ 3d'miz 0'dır. 2 dənəsi var mı? Ox, bəli. 4 dənə var mı? 1, 2, 3, 4 var. Deməli birinci düzdür. İkinci bu hal yazmalıydıq. Baxın bu hal yazmalıydıq. 3s2 dənə ox var, düzdür. Və bu 3p3 aiddir. Bəli, 3 dənə ox var. D-yə də 1 ox yazıb. Tamam, düzdür. Ancaq uşaqlar, üçüncü səhvdir. Niyə? Çünki birinci bu oxu verməliydi bura. Zaten verib burada. Və daha sonra buradan götürməli. Yəni burada cüt ola, burada tək ola bilməz. Birinci P-də hamısı tək olmalıdır. Daha sonra S-ləri tək yaza bilərik. Bəli. Amma P-də cüt qalıb. S-i tək bura qoymaq olmaz. Birinci P-lər tək qalmalıdır. Daha sonra S. Ona görə doğru cavabımız 1-dən 2Y variantıdır. 25'də ise baxın, görürsünüz, əvvəlcə P'lər tək olub, sonra S-dən götürür. Amma 3 yenə səhvdir. Ona görə yalnız 3 cavabımız elədir. B variantı səhv istəyir çünki bizdən. 26 deyir, hansı ifadə doğru deyil uşaqlar. Deyir, A variantına baxın. Oksigen və kükürt 6-cı qrup elementləridir. Bəli, çünki biz yazdıq axı. 3s2 3p6 4 4-dən 2-ni toplayanda bəli 6 elir. Deməli üst 6-sı deməli 6-cı qrup elementlərdir. Bu düzdür. Oksigen və kükürdün alotropik şəkil dəyişmələri mövcuddur. Bəli, oksigenin alotropik şəkil dəyişməsi nə idi? Oksigen və ozon. Kükürdü nə idi? Kristalik və plastik. Deməli bu da doğrudur. C-də deyir, kükürt bütün birləşmələrdə ekvivalentlidir. Xeyr, kükürt ekvivalentli də ola bilər, 4 də ola bilər, 6 da ola bilər. Deməli C səhvdir. Ancaq D-yə baxın, oksigen və kükürdün xarici elektron təbəqəsinin 6 elektron var. Bəli, görürsünüz, 3s2 3p4. Kükürt bəzi birləşmələrdə -2 oksidaşma dərəcəsi göstərir. Bəli, bu da doğrudur. Metalların yanında əlbəttə ki, mənfi oksidaşma dərəcəsi göstərəcək. Hansı ifadələri kükürdə aid etmək olar deyir. Qat nitratlar reaksiya daxil olmur. Bəli. Üzr sayın, qat nitratına niyə daxil olmasın? Kükürt qat nitratına daxil olur. Deməli, bir səhvdir onda. Tipdə tətbiq olunur, bəli. Bayaq dedik axı kükürt mazı. Ona görə 2 düzdür. Təbiətdə yalnız birləşmə şəklini tapılırmı? Bu səhvdir uşaqlar. Təbiətdə yalnız birləşmə şəklində tapılmır. Ona görə cavabımız elədir 27'də B variantı. Zaten bütün yalnız olan cavabların əksəriyyəti səhv olur uşaqlar. 28'e baxaq. Deyir, hansı ifadələr kükürdə aid etmək olar. Fosforla reaksiya daxil olmur. Biz dedik, axı bayaq göstərdik. P2S5 yadınızda məsələdə həll elədik. Deməli, bir səhvdir. Kibrit istehsalında tətbiq olunur. Bəli, bayaq dedik, kibritdə tətbiq olunur. Hətta gübrəyə dedik ki, məsələn, NH3-dü, H2SO4-dü. İstiliyi pis keçirir, bəli. Çünki qeyri-metallar istiliyi pis keçirir uşaqlar və elektriki də həmçinin. 29'a baxın, nə deyir? Deyir, kükürtlə qat nitrat turşusu alınan maddələri müəyyən edin. Kükürt qat nitrat turşusuna reaksiya daxil olanda alınır, baxın, məhsulları yazıram. H2SO4 qatıdır deyə NO2 və su. Bu qat nitratın məhsullarıdır. Cavabımız eləyir ona görə A variantı.
30'da hansı reaksiya deyir getmir? Kükürtlə yod əlbəttə ki, bunu bayaqdan deyirik. Amma qat nitratla göstərdik H2SO4, NO2 su, fosforla PKS5, florla S-flor6, alüminiumla alüminium 2S3 məsələlərdə hamısını yazdım. Hansı reaksiya indi deyir ki, gedir? Civə ilə gedəcək əlbəttə ki, amma yadınıza saxlayın, AO ilə getmir, T ilə getmir, bayaq dedik yodla getmir, təsirsiz qazlarla helium, neon, argon bunlarla getmir, amma civə ilə gedir. Kristallik kükürt üçün hansı ifadə doğrudur? İstili elektrik yaxşı keçirir. Üzrü sayın. Xeyr, istili elektriki yaxşı keçirmir. Çünki bu qeyri-metaldır. Qeyri-metala istili elektrik yaxşı keçirmir. Atom tipli kristal qəfəsə malikdir. Xeyr, molekuldur. Buna görə bu da səhvdir. Molekulyar quruluşa malikdirmi? Bəli, elə bunu dedik. Deməli, düzdür bu. Suda yaxşı həll olur. Xeyr, yaxşı həll olmur. Yodla da reaksiya daxil olmur. Baxırıq 33-cə. Hansı maddə həm hidrogenlə, həm xlorla, həm oksigenlə reaksiya daxil olsun? Kükürt. Hidrogenlə reaksiya daxil olub H2S verəcək. Xlorla dedik S2 xlor2. Düzdürmü? Və yaxud da S-xlor2. Oksigenlə də SO2 qazını verəcək. Əlbəttə ki, SO2. Ona görə biz kükürdü götürürük. 34-cü suala baxın. Birinci bilməlisiniz ki, kükürt natrium OH-la reaksiya girib nə əmələ gətirir? Kükürt natrium OH-la reaksiya girib məhsulları bu hissədən yazacaq. Deməli, alınır natrium 2S. Alınır natrium 2 SO3. Alınır su. Tamam mı? Şimdi baxın. Bir oksigenli turşunun duzu. Tərkibində oksigen olmalıdır. Deməli, ki, duz natrium 2S-dir, bir natrium 2SO3-dür. Düzdürmü? Oksigenlicə tərkibində oksigen olanı götürərik, oksigensiz də tərkibində oksigen olmayanı götürərik. Oksigenli bizə deməli natrium 2SO3-dür. X-ımız olur natrium 2SO3. Düzdürmü? Natrium 2SO3, natrium 2SO3 ya 6 ya da 7. Y-imiz natrium 2S'dir, oksigensizdir. Natrium S veribdir, bu səhvdir. Diqqətlə baxın, yaxşı. Oksid də sudur. Oksidləri də izah eləmişdik. 35-də. Hansı sıradakı hər iki maddə ilə reaksiya daxil olduqda kükürt oksidləşir? Oksidləşir nə deməkdir? Yəni, reduksiya edici olur. Reduksiya edici nə demək? Aha, gəlin 35-i göstərək. Baxın, dedik, oksidləşirsə əgər bu, deməli, reduksiya edicidir. Qeyd edin, reduksiya edici olanda isə oksidaşma dərəcəsi artır. Üst artırsa reduksiya edici olur, yəni oksidləşir. Reduksiya olunur, o deməkdir ki, yəni oksidləşdirici olur. Yəni üst azalır. Oksidləşir, oksidləşdirici, bunlar ayrı-ayrı şeylərdir. Və hətta tərsinədir. Oksidləşirsə deməli reduksiya edicidir. Baxın, buradan yazım sizin üçün. Baxın, oksidləşir nə deməkdir? Oksidləşir. Yəni reduksiya edici. Reduksiya edici. Yəni üst artır. Tamam, bunu qeyd edin. Sonra reduksiya yəni oksid
Leştirici. Leştirici. Yani üst azalır deməkdir. Azalır. Oksidləşir, reduks edicidir. Üst artır. Reduksiya isə oksidləşdirici deməkdir. Yəni üst azalır. İndi gəlin baxaq. Biz burada kükürdün verilənlərin reaksiyasına baxmalıyıq ki, nə zaman oksidləşir soruşur, düzdürmü? Nə zaman üst artır, nə zaman azalır? Kükürt bəsit halda sıfır, düzdürmü? Əgər müsbətə gedərsə artır. Biz də deyirik ki, müsbət metalların yanında müsbət olmur. Metallar müsbətidir, bu mənfi olur. Deməli, qeyri-metalların yanında müsbət olur, düzdürmü? Onda metalları çıxaram. A variantlı metaldır. Çıxdınmı? Y variantında kalium var. Metaldır. Çıxdınmı? Qaldı bizdə D variantı, B variantı və C variantı. Və buradan biz C variantını götürürük. Niyə? Çünki C variantında bir burada görürük biz H2SO4 alınacaq. Floranda S-flor 6 alınacaq. Və ikisini də üst artır uşaqlar. Sıfırdan artır üst. Ona görə cavabımız olur C variantı. Həmçinin baxın burada hidrogenin yanında olur H2S. Kükürtlə hidrogen girəndə H2S olur. Hidrogen olur müsbət 1. Kükürt olur mənfi. Kükürdü sıfırdan azaldı üst. Ona görə biz C variantını götürürük. Baxaq 36-ya. 36 nədir? Hansı molekül kükürtlə müəyyən şəraitdə reaksiya daxil olurlar? Baxaq, gəlin cavabları çıxar. Məsələn, buradan yodu çıxardarıq. Buradan da həmçinin yodu çıxardarıq. Baxaq görək hansı variantlardır. Y variantı. Baxın, kükürt hidrogenlə girir, H2S verir, oksigenlə verir, gedir SO2, kalsiyumdan da kalsiyum S verir uşaqlar. Ona görə cavabımız olur Y variantı. Ancaq yodla reaksiya daxil olmurdu. Baxırıq 37-yə deyir, həm natriumla, həm qatı nitratla, həm xlorla qarşılıqlı təsirdə olan maddəni müəyyən edin. Bu da kükürtdür uşaqlar. Niyə? Çünki kükürt natriumla dedik gələ bilər, qələvi torpaqlarla gedir. Natrium S, nitrat turşudan dedik H2SO4 NO2 su verir. Xlorla da S-flor2 S2 xlor2, yəni cavabımız da eləyir Y variantı kükürt. 38-də kükürt və oksigen üçün ümumi olan nədir? Baxaq. Deyir ki, nitratla qarşılıqlı təsirdə olması kükürt olur, amma oksigen daxil olmur nitratla. Daha sonra xlorla qarşılıqlı təsiri oksigen idi, halogenlərlə reaksiya daxil olmur. Oksigen getmir, kükürt gedir. Təbiətdə sərbəst şəkildə yayılmaları bəli, ikisi sərbəst şəkildə var. Deyir, natrium OH-la qarşılıqlı təsiri oksigen olmur. Aqreqat hallar oksigen qazdır, kükürt bərkdir. Ona görə aqreqat halları da ümumi deyil. 39-a baxırıq. 39-da deyir, yerinə ümumi olsun. Qatı nitratla daxil olmalı dedik, oksigen daxil olmur, amma mislə daxil olur. Kuprum S və kuprum O. Deməli, B düzdür, ikisi üçün ümumidir. Aqreqat halları dedik, biri oksigen qazdır, kükürt bərkdir. Xlorla oksigen daxil olmur. Qatı sulfatla oksigen daxil olmur. Baxırıq 40-a. Deyir ki, kükürt oksijləşmə dərəcəsi maksimaldır. Kükürdün maksimal oksijləşmə dərəcəsi müsbət 6-dır. Bu da deməli özünü göstərir 3-də. Yəni S-flor 6-da, flor -1,
Kükürddə müsbət 6 olur. Cavabımız deyir A variantı. Yalnız 3. Burada isə deyir müsbət 4 olsun, tamam mı? Müsbət 4-də olur bizdə SO2-də. Çünki oksigen mənfi 2-dir. Kükürddə müsbət 4 olur burada. Cavabımız da D variantı. Yalnız 3. 42-də